Digər utancaqlıqdan qurtulmaq yolu isə sizin ən yaxşı olduğunuz yerdə davam etməyinizdir. Yəni kimsə məsəl üçün sizə deyə bilər ki, sən burada yaxşı deyilsən, bunu inkişaf etdirməlisən. Amma bəli, yaxşı olmadığınız yerlər ola bilər. Bəlkə utancaqsınız, bunu inkişaf etdirməlisiniz. Bu ayrı bir artıq məsələdir, sizin xarakterinizdir. Amma siz yaxşı olduğunuz bacarıqlarınız ola bilər. Yəni yaxşı rəsm çəkmək qabiliyyətiniz ola bilər və yaxud da yaxşı yazı yazmaq qabiliyyətiniz ola bilər. Bunlar üstündə də çalışmalısınız ki, bu da sizin özgüvəninizi artırsın. Özgüvən sizdə artdıqdan sonra utancaqlığı aşmaq daha asan olacaq, yəni sizin üçün. Və həmçinin eyni zamanda utancaqlığı aşmaq üçün danışmaq da önəmlidir. Burada fərqi yoxdur ki, siz danışmaq istəmədiyiniz, ünsiyyət yaratmadığınız insanlarla danışasınız. Sadəcə, yəni ünsiyyət yaratmaq istədiyiniz, yəni kimlərlə daha yaxşı ünsiyyət yaradırsınız, bax o insanlarla danışmağınız önəmlidir. Həmçinin burada özünüzə də səs ata bilərsiniz, özünüzlə video çəkə bilərsiniz. Yəni burada əsas məsələ sizin o çətinlik çəkdiyiniz nöqtələr var. Bax, onların üstünə getməyinizdir. Və inanın ki, bunları siz davamlı olaraq eləsəz, necə hər şeyin daha yaxşıya doğru irəlilədiyini də görəcəksiniz.